Pulum var, götür pulumu gel. Gör sənə nə göstərirəm mən. Müəyyən səbəblərə görə biz mənzili sizə göstərə bilmirik. Çünki evdə körpə uşağı var. Yəni hər bir ailəyə nəsib olsun. Ev 4 otaqdan ibarətdir. 2 zal, 2 yataq otağı, sanuzeli. Böyük ailələr üçün əlbəttə ki, çox əlverişlidir. Qəşəng səliqəli mənzildir. Həyəti gördüyünüz kimi genişdir. Ağacları da var. Eyni zamanda 150 kvadrat onu da qeyd edeyim sizə. Bundan əlavə, əziz izləyicilərimiz, yay mətbəximiz də var. Gəlin, daxil olaq yay mətbəximizə. Bu bizim yay mətbəximizdir. Gördüyünüz kimi gaz peçimiz. Bilirsiniz ki, burada su daimidir. Problem yoxdur bu ərazidə. Soyuducumuz, peçimiz. Gördüyünüz nə varsa hamısı təbii ki bu həyətə məxsusdur. Gəlin gedin sizə mən böyük sklad var. Onu da göstərim. Gördüyünüz kimi izləyicilərimiz baxın böyük ambardır. İstifadə etmədiyiniz əşyalarınızı, yay sezonu gəlir, mürəbbə bağlayırsınızsa təbii ki, buraya yerləşdirə bilərsiniz. Görürsünüz ki, böyükdə həcmi. 150 kvadratla bitmir, əziz izləyicilərimiz. Təbii ki, mənzilin, evin arxasında ayrıca giriş var. Gəlin gedeyim, baxalım. Çox maraqlıdır. Baxın dostlar, həmən mənzillərdir. Gördüyünüz kimi birinci mənzildir. 2 otaqdan ibarətdir. Həmən bu mənzildir. Bu da ikincidir. Burada da 2 otaqdan ibarətdir. Sanuzeli də var. Üçüncü mənzilimizdir. Bu da 2 otaqdan ibarətdir. Təbii ki, sanuzeli də var. Onu da qeyd edeyim ki, kirayə vermək üçün çox əlverişlidir. 350-yə, 300 manata, 400 manata təbii ki, bu mənzilləri kirayə vermək də olar. Evin arxa hissəsində də 2 sot torpaqdır. Bax kimi təbii ki, kim istəsə yəni alıb tikə bilər. Yenə də qeyd etdiyim kimi Sabunçu keçidinə, körpüsünə yaxındır. Olduqca rahat bir yerdədir. Yəni alıb bax kimi istifadə etmək olar. Dostlar, gördüyünüz bu 4 otaq geniş həyəti olan mənzilimiz. Təbii ki, arxasında da siz gördünüz ki, yəni 3 mənzil də orada, 2 otaqdır. Alıb kirayə vermək üçün çox əlverişlidir. 6 sotdan ibarətdir. 150 kvadratdır. Həyətdə gördüyünüz kimi yay mətbəxi, böyük geniş ambarı, hər bir şey. Onu da qeyd edeyim ki, təbii ki, sənədləri də var. Baxın, gördüyünüz kimi Türkçəsi ilə tex pasportu da var. Nə deyim dostlar, onu qeyd edə bilərəm, deyə bilərəm ki, yəni gəlin bu mənzili alın. Zəng eləyin. Gəlin, həmən o arxadakı bu mənzili alın.